Hər birinizi xoş gördük, dəyərli abituriyent izləyicilərimiz. Fes Akademiya Tarix müəllimi Gülnar Mirzəyeva. Sizə təqdim olunmuş 20 sualdan ibarət 10 açıq, 10 qapalı olmaqla testin izahını təqdim edəcəm. Avropa Hun dövləti, Ərəb xilafəti oxşar cəhət. Baxın, burada düzgün variant Y olacaq. Yəni Bizansa qarşı uğurlu hərbi yürüşlərin təşkil olması. Ərəb xilafəti ilə Bizansın apardığı müharibələri bilirik. Məsələn, 636 Yarmuk döyüşü. Konstantinopol ələ keçirilə bilmir, çünki Bizans Yunan alovunun köməkliyi ilə qalib gəlir. Avropa Hun dövləti Attila 434-447-ci ildə Şərqi Roma ilə toqquşduğunu bilirik. 2. Manna hökmdarı Ahşerinin xarici siyasəti üçün xarakterikdir. 675 eradan əvvəl 650-ci ildə hakimiyyətdə olmuş Manna hökmdarıdır. Müstəqil xarici siyasət yeritdiyini də bilirik, çünki İskitlərə arxalanır, İşbaka ilə müttəfiqdir. Assuriya əleyhinə qalxan üsyançılara köməklik göstərir, mediada eyni. Məsələn, Qaştarite Manna və İskitin köməkliyi ilə özünü müstəqil dövlət elan edib. Assuriya ilə ittifaqın pozulması 2, 3, 4 B variantı düzgün olacaq. Sual 3. Bəli, Bakı Ağneft Zavod sahibləri ittifaqı yaradılır və nəticəsində Azərbaycanda neft sənayesində inhisar birliyin əsası qoyulur 1893-97-ci ildə. Birlikdə daha çox gəlir əldə etmək üçün birləşirlər. Fikir ayrılığı ucbatından da dağılır. 4. Erkən Tunc dövrünə aid ibadət evləri belə bir xəritə sualıdır. Yaxınlaşdırım. Xaçmazı Sərçərtəpə 2, Qazaxda Baba Dərviş 3 və Naxçıvanda Maxda Kültəpə 2, 3, 4 B variantı düzgün olacaq. Misir haqqında bir sual. Firon 2-ci Ramzesin Hetlərlə mübarizə aparmaqda məqsədi. Eradan əvvəl 1286 Kadeş müqaviləsi bağlanır. Misirin ön Asiyadakı mövqeyini bərpa etmək üçün. Baxın, dəyərli izləyicilərimiz, həm 3-cü Tutmosun, həm 2-ci Ramzesin ölümündən sonra Misirin ön Asiyadakı mövqesi zəifləmişdi. Bunu Venn diaqramında düşə bilər. Oxşar cəhət kimi yadda saxlayın. Ərəblərin Azərbaycana ilk yürüşlərinə aid deyil. Albaniyanın daxili müstəqilin ləğvi. Cavanşir Muaviyyə ilə Dəməşqdə görüşür. Cavanşirin şəxsi nüfuzuna görə, Albaniyanın strateji mövqeyinə görə daxili müstəqilliyi qorunub saxlanılır. 667-670. Müstəqillik nə vaxt ləğv edilib? 705-də. Növbəti sualımız 7. 7, bəli. Göstərilənlər aiddir. 2 dövlət verilib. Oxşar cəhət Çinə hərbi yürüşün təşkil olunması, Tibet tayfalarının məğlub edilməsi, həm Böyük Hun imperiyasına, həm Uyğur xaqanlığına aiddir. Məsələn, Metexan Çinlə toqquşur. Pençe müqaviləsinə görə Çinin şimalını ələ keçirdir. Monqol Tibet tayfalarını da məğlub edir. Uyğur xaqanlığı Çini asılı hala salır, moyonçur. Böcə xaqan da Tibeti ölkədən qovub çıxardır. Yəni, oxşar cəhətdir. Sual 8. Sual 8 daha əvvəl baş vermişdir. Xronoloji ardıcıllıq. Quba üsyanı 1837, Xanabad manifakturası 1827, İrəvan quberniyası 1849, dünyada ilk dəfə və bu da Bakı hesab olunur, mexaniki qazma üsulu ilə neft quyusu 1848 və Balaxanı neft mədənlərində icbari əməyin ləğvi, muzlu əməyin tətbiq olunması. Burada daha əvvəl B variantı Xanabad eradan əvvəl 1827. Şəkidə fəaliyyət göstərir Rusiya fabriklərini, zavodlarını ipəklə təmin etmək üçün. 9. Mezolit dövründən fərqli olaraq Neolit dövründə əhali oturaq həyata keçirir və daşların deşilməsi, cilalama, yəni sənətkarlıq meydana gəlir. 1 ilə 3 D variantı olacaq. 10. Saci, Salari dövlətləri arasında oxşar cəhət nədir? Hər ikisi Şirvanşahlar dövlətini asılı salıb və hər ikisi Gürcülərə qarşı uğurlu hərbi əməliyyatlar təşkil edib və hər ikisinin paytaxtı Ərdəbildir. Yəni 1-3-5 A variantını götürürük. 10 qapalı sualımız bitdi. Keçirik 10 açıq suallarımızın izahına. 11 xronoloji ardıcıllıqdır. Abituriyentlər illərdə daha çox problem yaşadığına görə üstünlüyü
illərə aid olan suallara vermişəm. Urnayer xristianlıq 313 dövlət dini elan edilir. Dizrav döyüşü 371. Romaya qarşı Sasani və Albanlar. 3-cü Mömin Vaçaqan tərəfindən Aguyen məclisinin çağırılması 488 və Atropatenanın Sasani dövlətinin tərkibinə qatılması 227. 11-də düzgün cavab 4, 1, 2, 3. Ardıcılığı düzgün verin. Bizim erada hadisələr ən kiçiyi daha qədim hesab olunur. 12. Yeni şahlıq dövründə qədim Misir. Yəni eradan əvvəl 2-ci minillikdə. Babil Mitani qüvvələrini məğlub etmişdir, Hetlərlə müharibə aparıb. Burada Əhəmənilərin işğalını görürük, Ptolemeylər. Bunlar eradan əvvəl 1-ci minilliyə aid olan məsələlərdir. Yəni, aid deyil. 13. Xəritədə işarələnmiş dövlət. Belə yaxınlaşdıraq. Bəli, Apenin yarımadası İtaliya. İtaliyaya aiddir hansı məsələ? Julius Sezarın dövründə imperiya deyil. Tiberi Qrax, Qay Qrax, aqrar islahatlar, eradan əvvəl 123, 133. Pun müharibəsi eradan əvvəl 264-146. Karfagenə qalib gəlməsi, bəli, İtaliyaya aid olan məsələlərdir. Sual 14. 1840 İnzibati məhkəmə islahatına görə komendant idarə üsulu ləğv edilir. Cənubi Qafqaz İmeriya Xəzər vilayətinə bölünür. 1846 6 dekabr bəylərin ixtiyarında olan torpaqlar irsi mülkiyyət hüququ alır və sahibkar kəndlərinə mülkədar tabelisi adı verilir. Rəiyyət, Rəncbər, Elat bunları aradan götürürlər. Yəni ad olaraq. Kəndlər artıq mülkədar tabelisi adını alır. 1847 əsasnaməsində kəndlərin bir yerdən başqa yerə köçmə hüququ saxlanılır. 15. Göstərilənlərin aid olduğu dövlət hansıdır? Selevkidən asılı vəziyyətdə olub. Eradan əvvəl 223, 190. Parfiya ilə müttəfiqliyi münasibəti eradan əvvəl əsrin birinci yarısı. Fraspa yaxınlığında eradan əvvəl 36-da Romalıların məğlub edilməsi təbii ki, Atropatena dövləti. 16. Böyük Karlın fəaliyyəti üçün xarakterlikdir. 768-814 Frank imperatoru Avar Bavariyan varlığına son qoyur. Romada Papa tərəfindən imperator adlandırılır. 30 il Sakslar mübarizə aparıb onları Frank dövlətinin tərkibinə qatır. Sual 17. Bəli, ox kamanın ixtira olunması, maldarlığın yaranması düzgündür. Bir neçə qohum qəbilə erkən Tunç dövründə tayfalar yaranır, düzgündür. Toxu əkinçiliyi ilə təsərrüfatda kişi əməyin planı keçmir. Bu xış əkinçiliyinə aiddir. Əkinçilik maldarlıqdan birinci ictimai əmək bölgüsündə ayrılır. Saxsı qablar neolit dövründə hazırlanır. Quruçay mədəniyyəti isə alt paleolit dövrünə aiddir. 18. Makedoniya dövləti və Roma dövləti oxşar fərqli cəhətlər. Qranik döyüşündə Əhəməni 3-cü Daraya qalib gələn İskəndərdir. 1-ə A yazırıq. Karfagenin ələ keçirilməsi 264-146 Pun müharibəsi Roma sayılır. Balkanlarda yaranıb hər ikisi Misirin işğal edilməsi, deməli, Balkanlarda yaranması Roma Balkanlarda deyil, Apenin yarımadasında yerləşir. Deməli, Balkanlarda meydana gəlib Makedoniya, C-ni yazırıq. Misirin işğal edilməsi hər ikisinə aid oxşarlıqdır. Y variantı da eyni şəkildə. Makedoniya A-S, Roma B və oxşar cəhət D-Y. Oxşar cəhət D-Y. Misirin işğal edilməsi, Yunanistanın işğal olunması. Sual 19. Uyğunluğu müəyyən edin. Azərbaycanda feodal dövlətlər, sacilər və salarilər. Baxın, Əbu-Sac Divdat tərəfindən əsasın qoyulması Sacilər dövlətinin yaradıcısı Məhəmməd Sacdır, yəni aid deyil. Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınması, bəli, düzgündür. Vahid dövlət yaradır. Azərbaycan torpaqlarının dediyimiz kimi vahid dövlətdə birləşdirilməsi Sacilər dövlətinə aiddir. Salarilər dövləti, bəli, Çəngərli soyundan olan hökmdar tərəfindən. Bu arada bu Naxçıvanla oxşar cəhətdir, Naxçıvan xanlığı. Ticarət gəmiləri, bəli, düzgündür. Bərdə Slavyanlardan xilas edilməyib. Hətta iqtisadi ticari əhəmiyyətini itirir. Şəhər tənəzzül edir. Yəni, C variantı yanlışdır.
Sağcılara aiddir BS, salarilərə isə AB. Və son sualımız. Artabaz Romanın mütləq hakiminə çevrilmiş, Oktavianla əlaqələr yaradır. Oğlu Ariobarzanı Romaya göndərmişdi. Oktavian Atropatena ilə müttəfiqliyi yüksək qiymətləndirir və ona Romanın əsas dayağı kimi baxır. Ariobarzan Roma İmperatoru Oktavian Avqustun hakimiyyəti dövründə 10 il Romada yaşamışdır. Burada biz Atropatena ilə Romanın əlaqələrini görürük. Bəs Artabazdan Roma ilə yaxınlaşmaqda məqsədi nə idi? Halbuki əsrin birinci yarısında Parfiya ilə yaxınlıq edib Romaya qarşı mübarizə aparırdılar. Səbəb 1. Atropatena hakimiyyətini möhkəmləndirmək. Çünki artıq Fraspa döyüşündən sonra Parfiyanın Atropatenaya işğalçılıq siyasəti yaranır. Bəli, 5 dediyimiz kimi Parfiyanın işğalçılıq siyasətinə qarşı. Belə dəyərli izləyicilərimiz, testin izahı yekunlaşdırmış olduq. Hər hansı bir sualınız olsa rəy bölməsində gözləyirik. Blok imtahanına çox az qalıb. Bu formada sınaqların izahını görmək istəyirsinizsə bəyənin, paylaşın ki, davamı gəlsin. Uğurlar!